HPV-nin gələcəkdə, yəni HPV virusunun gələcəkdə törədə biləcəyi ciddi fəsadları valideynlərə çatdıraq və nələrə diqqət etməli olduqlarını söyləyək zəhmət olmasa. HPV virusu son illərdə çox, belə deyək ki, nəticələri çox pis olan bir virusdur. Yəni, bu virusa yoluxuruqsa, sonradan çox acınacaqlı bir hallarla rastlaşa bilirik. Buna görə də əgər virus daşıyıcısı olduğumuzu biliriksə, vaxtınca, yəni tədbirimizi görsək, qorxmaq lazım deyil. Peyvəndimizi edirik ilk olaraq. Əgər peyvənd etməmişiksə, hər hansı birinə yoluxmuşuqsa belə, vaxtında müayinələri, yəni papsmir müayinələri, qızlar ailə qurandan sonra papsmir müayinələri, kolposkopik müayinələr, mütəmadi olaraq, yəni bu müayinələrin aparılması bizi uşaqlıq boynu xərçəngindən qoruyacaq və əlbəttə ki, ilkin dönəmlərdə xərçəng həmən yaranmır. Uşaqlıq boynunda servikal intraneoplazi birinci dərəcə yaranır, sonra ikinci dərəcə. Xəstələr bunu SIN1, SIN2, SIN3 kimi papsmir nəticələrində görürlər. Yəni SIN1 varsa biz xərçəng demək deyil. SIN1 varsa yaxın 2-3 il ərzində bizdə xərçəng yarana bilər deməkdir. Həmən tədbirini görürük. SIN2, SIN3 varsa həmçinin. Yəni burada uşaqlıq boynunda lip əməliyyatı edirik, kanizasiya olunur bu xəstələrdə və sonradan normal hamiləlikdə, yəni axıra çatdıra bilirlər. Biz öz təcrübəmizdən, mən öz təcrübəmə qaynaqlanıb bunları deyirəm. Yəni, lip əməliyyatı etdiyim xəstələrim sonradan hamilə qalıb, normal hamiləliyi axıra çatdırıb və təbii doğuşlarında uşaq dünyaya gətirə bilir. Yəni, sadəcə burada bir məqam var ki, biz hansı virus daşıyıcısı olduğumuzu bilməliyik vaxtında və lazımi profilaktik tədbirləri etdirməliyik. Peyvənddən də qorxmaq lazım deyil, heç bir yan etkisi yoxdur. Yəni, qızların öncədən peyvəndə olunması bizi bütün bu gələcəkdə olunacaq xəstəliklərdən qorumuş olacaq.